Şnitselli salat hazırlayırıq. Başlayaq. Bu formada döyərək açdığım filə var. Onu ilk öncə una, yumurtaya və pankoya batırıram. Burada hər iki üzünü qızardıram. Salatı hazırlayıram. 1 yemək qaşığı bal, 2 çay qaşığı xərdal, yarım limon, çox az mayonez, birazca duz, 1 yemək qaşığı zeytun yağı. Yaxşıca qarışdıraq. Burada yuyub quruladığım kah yarpaqları var. Onu əlavə edirəm sosun üzərinə. Qarışdırıram. Hazırdır. İndi doğrayacağıq. Boşqaba salat qoyaq. Üzərinə də bişirdiyimiz toyuqdan. Üzərinə biraz parmezan. Hazırladığım sosdan biraz kənara qoymuşdum. Onu da əlavə edirik toyuğun üzərinə. Dadına baxırıq. Dadı çox mükəmməldir. Siz də hazırlayın.